Qubada yağan leysan yağışları səbəbindən suvarma kanalının yararsız vəziyyətə düşməsi bir çox təsərrüfat sahiblərini çətin vəziyyətə salıb. Onların sözlərinə görə vaxtında qabaqlayıcı tədbir görülməsə, bağlar quruyacaq və xeyli miqdarda ziyana düşəcəklər. Quba rayonunun Aşağı Xuç kəndində su kanalı yararsız vəziyyətə düşüb, ətrafı və məcrası dağılıb və iri yarğanlar meydana gəlib. Kənd sakinləri qeyd edir ki, vaxtında qabaqlayıcı tədbir görülməsə, təsərrüfatlarında yetişdirdikləri məhsullar yararsız vəziyyətə düşəcək. Sağ olsunlar, gəldilər də kanal çəkdilər. Dedik, yaxşı oldu, səmərəli oldu. Yəni su itkisi olunacaq, bağlarımız sulanacaq. İndi su da yoxdur. Nabarı da oldu. Arx suyunu heç olmasa sulayırdı. Kanal çəkiləndən sonra dağıldı. İndi heç bağı da sulamaq olmur. Bura baxanda bura biraz 75% yaxşı yer, ən bərbad yerlər yuxarıdadır. İndi bu dağın sudan orada çətinlik çəkirik ki, hal-hazırda mayın 10-u gəlir. Birinci sulamalar başlamalıdır. Hansı ki, bu bəndə hal-hazırda su qoymaq qəti mümkün deyil. İndi hal-hazırda biz bunu apara bilmirik özümüz üçün. Ona görə də bunun tədbir görünməsini istəyirik biz. Bu ağacı 10 ilə yetişdirmişəm. 10 illik bağdır bura. Buna su verməsəm, bu bağım mənim məhv olacaq. Məhv oldu, mən dolanacağım məhv olana hesablı. Mən də bunu satıb bundan dolanıram. Başqa gəlir yerimiz bizim kəndçinin nə ola bilər? Kənd bələdiyyəsinin sədri isə qeyd edib ki, problem təkcə Aşağı Xuç kəndində yox da, kanalın keçdiyi digər kəndlərdə də oxşar mənzərə yaşanıb. Çayda dəfələrlə daşqın olduğuna görə tez dağıldı kanal. Biz də məlumat vermişik bu kanal barədə təmiri ilə əlaqədar. Söz vermişlər bu il başlanacaq. Məsələ ilə əlaqədar aidiyyatı qurumdan isə bildirilib ki, bu ilin aprel ayında və keçən illərdə yağan güclü yağışlar nəticəsində Aşağı Xuç kanalı selin mərcəyə dolması nəticəsində bəzi yerlərində yararsız hala düşmüşdür. Həmin əraziyə bizim tərəfimizdən baxış keçirilmiş və həmin kanalın təmiri 2025-ci ilin cari tədbirlər planına daxil edilmiş və bu ilin sonuna kimi kanalın sel nəticəsində yararsız vəziyyətə düşmüş yerləri bərpa ediləcəkdir. Qurumdan o da qeyd olundu ki, yaxın günlərdə əraziyə texnika ayrılacaq, kanalda təmizləmə işləri aparılacaq və təsərrüfat sahələri kanal beton üzdüyə alınana qədər su ilə təmin ediləcək. Bundan başqa kanalın mühafizəsi məqsədi ilə gələcəkdə Qusar çay ilə sərhəddə beton mühafizə bəndinin tikilməsi də nəzərdə tutulub. Aydın Adgözəlov, Bugün İnformasiya proqramı üçün.